Mən deyirəm ki, sadə toy daha yaxşı olur, nəinki dəbdəbəli toylar. Hazırki insanların maddi durumu, həyat şəraiti, yaşamaları mən arzu edirəm, gözəl təşəbbüsdür. Mən də qoşuluram buna. Sadə toyları xoş deyirəm. İnsan həyatda yaşamaq üçün iki cür insan var. İnsan var, yemək üçün yaşayır. İnsan var, yaşamaq üçün yeyir. Biz çalışaq yaşamaq üçün yeyənlərdən olar. Hər şey elə yemək gözü ilə baxmaya həyata. Ona görə sadə süfrə olsun, günün tələblərinə verən olsun. Fərdlər, toy eləyənlər, şəxsiyyətlər arasında ayrı seçkilik olmasın. Siz qoşulduğunuz formada olsa, mənim düşündüyüm, gəldiyim qənaətə görə daha qəşəng, daha yaxşı olar və insanlar arasında da müəyyən seçimlilik yaranmır. Ta qədimdən gəlir, uzun bir neçə əsr bundan qabaqdan belə toylara bu qədər önəm vermişik, dəbdəbəli toy eləməyə bu qədər önəm vermişik. Amma ki, bilirsiniz ki, indi hal-hazırda təbəqələşmə gedir də, adicə cəmiyyətin özündə təbəqələşmə gedir. O imkanlı insanlar hansı yolla da olsa öz övladlarına o toyu eləyirlər. Özdə heç vaxt o görməyəcəyimiz məbləğdə onlar pul xərcləyirlər. Məsəl üçün məşhur o Hindistanlı o milyarderlər falan filan, onlar da öz yerində, yəni dünya üzrə dedikdə, amma belə bizim cəmiyyətdə də yenə imkanlar onu edirlər, yəni. Amma ki, o imkanı olmayan təbəqələrə da, insanlara, ailələrə məsləhət görərdim ki, yəni o toya çəkdiyi xərcləri hansısa bir kiçik biznesə yönəltsələr daha məntiqli olar. Əslində siz özünüz əsas məqamları vurğuladınız. Mənə elə gəlir ki, bu şeylərə güc sərf etməkdənsə, vaxt sərf etməkdənsə daha çox gənclərin arasında olan münasibətlərə fikir yönləndirilməlidir. Bu yarışların arasında həqiqətən ən vacib məqamlar, əsl münasibətlər, sağlam münasibətlərin bir növrə qoyulması kölgə altında qalır. Ona görə düşünürəm ki, bu bir yarış olmamalıdır. Bu, gələcək ailənin bir növrəsi qoyulan bir ailənin ilk addımlarında dəstək olmalıdır. Ona görə düşünürəm ki, bu daha sadə keçməlidir və ən yaxın insanların yanında. Əfsuslar olsun ki, heç tanımadığımız insanları görürük toylarda. Şəkillərdə bir də görürük, heç tanıya bilmirik. Sonra bu çox heç bir məna kəsb etmir bizim üçün. Ona görə düşünürəm ki, sadə olmalıdır. Gücü, enerjini sərf etməliyik gənclərin münasibətinin qoyulduğu bir növrənin möhkəm edilməsinə. Məncə sadə toylar yaxşıdır belə götürəndə. Həm rasxod az olur, həm də insanlar üçün yaxşıdır. Çünki dəbdəbəli toyların çoxu biraz rasxodu böyük olur. Həm də ki, adına artıq xərc də demək olur. Ən gözəli sadə. İmkanı nəyə çatır ona. Dəbdəbəli də yaxşıdır. İmkanı varsa qoy dəbdəbəli də eləsin. Tək həmişə toy olsun. Ancaq mən həmişə sadəliyin tərəfdarıyam. Həmişə qənaətçil olmağın tərəfdarıyam. Hər şeydə yəni israfçı olmamaq lazımdır. Gələcək nəsli də ona yönəltmək lazımdır ki, yəni zəhmət çəkir, əziyyət çəkir, əziyyətlə çəkdiyini israfçılığa yol verməsin, qənaətlə istifadə eləsin.